Xeyr, dəyərli dinləyicilər, biz əvvəlki dərsdə söz birləşmələri, ismi birləşmələr haqqında məlumat verdik. İndi isə fe'li birləşmələr haqqında məlumat verək. Deməli, əsas tərəf fe'llərdən məsdər, fe'l sifət və fe'l bağlama ibarət olan birləşmələr fe'li birləşmələrdir. Qısaca bizim dediyimiz məsdər, fe'l sifət və fe'l bağlama tərkibləri biz əvvəlki mövzularda öyrənmişdik. Bu həmən tərkiblər fe'li birləşmələr adlanır. Fe'li birləşmə mürəkkəb fe'lə eyniləşdirmək olmaz. Mürəkkəb fe'lə etmək, edəmək, olmaq, bilmək, qılmaq fe'lləri idi ki, bu fe'llərlə düzəlidir və mürəkkəb fe'l yaradır. Burada fe'li birləşmə isə əsas tərəf yəni sərbəst söz olmalıdır, müstəqil mənalı olmalıdır. Mürəkkəb fe'lləri əmələ gətirən sözlər isə yəni köməkçi sözlərdir. Onlar tam leksik mənası yoxdur. Fe'li birləşmə cümlə daxilində tərkib əmələ gətirir. Tərkiblə əsasən tərəfin ifadə vasitəsilə görə məsdər tərkibi, fe'l sifət tərkibi və fe'l bağlama tərkibi adlanır. Burada bir qeyd verin, mənim yazdığım ifadəsi fe'li birləşmədir. Çünki buradakı dık, duq üstəgən mənsub şəkilçisi, biz fe'l sifət mövzusunu öyrənən şagirdlər bilirlər, o fe'l sifətin şəkilçisidir. Yəni mənim yazdığım fe'li birləşmədir. Ancaq mənim oxumağım olarsa bu ismi birləşmə olur. Çünki oxumaq məsdərdir, mənsubiyə şəkilçisidir. Mənim oxuyacağım hər zaman fe'l birləşmə əsas tərəfi ola bilər. Ancaq digər şəkilçilərlə düzələn fe'l sifətlər ismləşdikdə ismi birləşmə əmələ gətirə bilər. Sinifin ən yaxşı oxuyanı. Baxın, burada oxuyan mənsubiyyətdir. Mənsubiyə şəkilçisi də qəbul etdiyi üçün isimləşmiş sayılır. Fe'li birləşmə tərkiblərdə deyilir. Tərkiblər əsasən məsdər, fe'l sifət və fe'l bağlama tərkibləridir. Gəldik, məsdər tərkibi, məsdərlə ifadə olunur əsas tərəf və cümlədə mübtəda və şagirdlər dərs keçərkən bunu deyirik ki, cümlədəki mübtədalardan və xəbərdən başqa bütün sözləri özünə qoşub tərkib əmələ gətirir. Bir də vergüllə ayrılmış həmcins üzvləri də deyə bilməz. Məsdər tərkibləri əsasən cümlədə mübtəda və tamamlıq kimi işlənir. Bəzən ismi, xəbər və zərflik rolunda da çıxış edə bilər. Uzun müddətli silah qoşun saxlamaq çox çətindir. Burada desək çətindir xəbər, nə çətindir? Uzun müddət silahlı qoşun saxlamaq çox da zərfli olacaq. Nur gətirənin çırağını söndürmək ən ağır cinayətdir. Cinayətdir xəbər, ağır təyin, nə söndürmək. Nur gətirənin çırağını söndürmək. Bu tövlükdə bir cümlə üzvü olur. Dilimizdə məsdər müstəqil və ya asılı olur. Müstəqil məsdər ayrılaltı cümlə üzvü vəzifəsində çıxış edir. Məsələn, məqsədimiz torpaqlarımızı düşmənlərdən qorumaqdır. Məqsədimiz mübtəda, torpaqlarımızı düşmənlərdən qorumaqdır. Bu da xəbər olacaq. Xəttim səliqəsiz oldu, üzrlü sayın. İdman etmək sağlamlıq üçün faydalıdır. İdman etmək, burada idman etmək müstəqil, yəni etməklə işləndiyi üçün mürəkkəb fe'ldir və bir məsdər sayılır, tərkib sayılmır. Sonra məsdər asıl cümlədə belə deyək, buludların sədd sərhədini ayırmaq olmadı. Uşağın burnunu qanı kəsmək bilmirdi. Burada yavaş-yavaş bizə tərəf gəlməyə başlayır. Cümlələrdə məsdər asıl olduğuna tərkib əmələ gətirməyib, özlərindən sonra işlənmiş sözlərlə birlikdə cümlənin xəbər vəzifəsində çıxır. Yəni, belə deyək də, ayırmaq olmadı, bir yerdə xəbər, kəsmək bilmirdi, bir yerdə xəbər, gəlməyə başladı, bir yerdə xəbər, gözləməkdə olsun da bir yerdə xəbər olur. Gəldi fe'l sifət tərkibləri, əsas tərəf fe'l sifət ifadə olunan birləşmələrdir. Gülə-gülə danışan, oxuya-oxuya aşağıdlanan, oxumağa gələn və s. Burada mən sizdən bir şey xatırlamağınızı xahiş edəcəm. Fe'l sifətin şəkilçiləri, bunları yadınıza salsaz və onun yanında olan sözləri özünə qoşub tərkib əmələ gətirməyini biləcəksiniz. Üçüncü tərkibimiz fe'l bağlama tərkibidir. Əsas tərəf fe'l bağlama ifadə olunan birləşmələrdir. Göyləri seyr edəndə, anda, əndə, evə çatdıqda, gəzdikcə, girər-girməz və s. Bu da yandaş sözlə bir yerdə tərkib əmələ gətirir. Fe'l bağlama tərkibi cümlədə zərflik, əsasən zaman, tərzərkə, səbəb vəzifəsində, zərflik vəzifəsində işlənir. Düşmən ordusu qorxub geri çəkilməyə başladı. Poladzadə işığı yandıranda qapı açıldı. Orxan binanın üstünə qızaran olaya baxa-baxa köks ötürdü. Quzular yenə çölü dağılışaraq otlayırdı. Necə otlayırdı? Burada bir dənə təhlil etsək, otlayırdı xəbər. Quzular yenə çölə dağılışaraq
Sonra danışaram. Belə. Sintaktik əlaqələr gəlir, dəyərli şaşacaq. Söz birləşmələri haqqında bu qədər. İnşallah video xoşunuza gəlsə bəyənərsiniz.